Salam, hər vaxtınız xeyirli olsun. Hazırda 07:00-dır və biz İçəri şəhərdən, redaksiyamızdan yola düşürük Bakı Dəmir Yolu vağzalına. Çünki bugün çox önəmli bir gündür. Artıq uzun müddətdən sonra Bakı-Qazax reysi öz fəaliyyətinə davam eləyəcək qaldığı yerdən və biz də bu anın şahidi olmaq üçün Azərbaycan Dəmir Yollarının təşkil etdiyi media turda iştirak eləyəcəyik. Elə çox uzatmadan və gecikmədən qatara, çünki qatar gözləmir. Qatara gecikmədən yola düşürük. Və biz çatdıq, Bakı Dəmir Yolu vağzalındayıq. Bura gələndə əhval-ruhiyyəm tamam dəyişdi. Çünki çox komfortdur, çox. Mən hər gün qatar istifadəçisiyəm, yəni gündəlik qatar istifadəçisiyəm, amma bugün xüsusi bir gündür də, yəni Qazaxa ilk dəfə sürətli elektrik qatarı yola düşəcək. Qazaxa yola düşmək üçün vətəndaşlar bir-bir biletləri yoxlanılır və əşyaların ölçüsü, çəkisi ölçüyə alınır. Yəni belə gördüyüm qədərilə. Burası ambar sayılır. Yorulmayasınız, yaxşı işlər. Yolumuz uzaqdır, Qazaxadır və ilk dəfədir ki, mən Qazaxa gedəcəm qatarla. Bir dəfə olmuş onunla. İrfan, səni yaxaladım. Necəsən İrfan? Necə gəldin yolun? Çox yaxşı. Əslində mənim üçün çox da belə deyim, uzaq məsafə deyil. Mən özüm Gəncədən olduğum üçün yəni əvvəl Gəncəyə 5 saata çatırdıq. Bugün daha tez çatırıq və bugün Qazaxa da daha tez çatacağımızı düşünürük. Dəmir yolları məsafələri qısaldır. Təşəkkürlər Adəyə. Hazırda burada çox gərgin hazırlıq prosesi gedir. Bizim üçün çox ləziz təamlar hazırladıqlarını düşünürəm. Sərnişinlər üçün təbii ki, çox maraqlı. Orada bilinçik ətli sözdə mənim diqqətimi çəkib çox. Görək bu yolculuqda bizə nələr ikram ediləcək. Bugün Qazaxa sürət qatarları ilə ilk gedən sərnişinlərdənik və çox həyəcanlıyıq. Bakıdan Qazaxa ilk dəfə qatar reysə düşür, yola düşür. Bu tarixin bir parçasıdır. Sizin fikirlərinizi öyrənmək istəyirəm. İlk reysdir, xeyirli uğurlu olsun. Elə həm də yaxşı yerinə düşdü, xeyirli işə gedirik Qazaxa. Yəni ilk dəfə ilk sərnişin olmaq da yaxşı bir təəssüratlardır. İnşallah xeyirli uğurlu olsun. Əvvəllər Qazaxa 8 saata yol gedirdi qatar, indi artıq 5 saata enir və bununla bağlı fikirləriniz bizə maraqlıdır. Həm rahatdır, həm sürətlidir, həm şəraitdə komfortludur. Yəni insanlar, sərnişinlər əziyyət çəkmir, düşünürəm. Nə qədər ödəniş edirsiniz biletə? Gediş, gəliş almışıq 52 manat. Biz Tovuza gedirik. Tovuza gedirsiniz, amma bugün Qazaxa ilk sürət qatarı uzun müddətdən sonra açılır. Ümumiyyətlə qatarın şəraiti necədir sizcə qatarda? Yaxşıdır. İndiki zamanda komfort çox gözəldir, yüksək səviyyədədir. Şəxsən mən razıyam. Mənim atam hər zaman yola çıxanda, məsələn, avtobusla gedir ya da taksi ilə gəlir Bakıya gələndə. Amma bir dəfə prova elədi, gəldi belə qatarla. Dedi, vallahi taksidən də çox yaxşıdır, rahatdır, genişdir. İndi 4 saat yarıma evdəsən, oradan çıxıb burada Bakıdasan. Sərf eləyir, çox yaxşı. Son 3 dəqiqədən sonra biz Ülfan bəy, Fərəx xanla bir yerdə üçümüz yola düşəcəyik Qazaxa inşallah. Və az əvvəldə sərnişinlərlə söhbət elədim və hər biri çox bu qatarın keyfiyyətinə bağlı çox müsbət sözlər, fikirlər dedilər. Mən heç təəccüblənmirəm, çünki mən hər gün Bakı Dəmir Yolu vağzalından Biləcəriyə gedirəm evimə və mənim üçün ADN-in qatarlarının keyfiyyəti, komfortu yeni bir şey deyil. Yəni bu daim belə olub və mən düşünürəm ki, uzun müddət mən elə qatarlardan istifadə edəcəm. Çünki başqa heç yerə köçmək istəmirəm. Həqiqətən hardakı stansiya yerləşir, yalnız orada yaşamaq istəyirəm və Biləcəriyə tab gətirməyimin səbəbi də təkcə dəmir yollarıdır. Hara gedirsiniz balaca? Ağrı günə. Hansı ayına? Ağrının evinə. Kimin evinə? Aynurun evinə. Aynurun evinə. Aynur kimdir ki? Nənədir. Nənənin yanına gedirsən. Anası deyir ki, Gəncədə yaşayır. Amma Aynur adı necədir balacanın? Məryəm. Məryəm də bugün Bakı-Qazax qatarı ilə yola düşür, amma o Gəncədə düşəcək. Məryəm, öpürəm səni çox-çox. Əl eləyin, əl eləyin. Bəli, bugün Bakı-Qazax qatarı ilk dəfə sürət qatarı Qazaxa yola düşür. Əlbəttə bizim stansiyalarımız başqadır, amma mən düşünürəm ki, çox maraqlı bir yolculuq olacaq. Hər kəs həyəcanlıdır. Həqiqətən mən qatardan çox istifadə edirəm. Və orada hər kəs işə gedir, işdən çıxır, hər kəs sakitdir, heç kəs söhbət eləmir. Amma bu dəfəki bu qatar çox səs-küylüdür, çox maraqlıdır. Çünki yolumuz çox uzaqdır və çox əyləncəli olacağını da düşünürəm.
qonaqlarının səhər yeməyi təqdimatıdır. Bu yolculukda bizim dadlı təamlarla səhər yeməyində görək nələr var. Səhər yeməyində görək bizə nə təqdim edib Adeyn. Burada əslində yazılıb ağ pendir, qauda, pendir, zeytun növləri, kalbasa növləri. Qazax reysində ən çox sərnişinlərin düşdüyü qatar, daha doğrusu stansiya Gəncə stansiyasıdır. Özünüz də görürsüz. Demək olar ki, sərnişinlərin bir çoxu artıq stansiyanı, qatarları tərk edirlər və stansiya doğru hərəkət edirlər və biz Gəncə Dəmir Yolu Vağzalındayıq. Bəli, hələ ki bizim yolumuz var. Əksər sərnişinlərimiz, yəni Adeynin sərnişinləri da müəyyən qədər dayanma müddəti olur. Gəncə stansiyasında da 3 dəqiqədir minib düşmək üçün vaxt müddəti və bütün sərnişinlər artıq qatarı tərk etmək üzrədirlər. Siqnal səsini yəqin ki eşitdiniz. Bu o deməkdir ki, artıq qatarlara minib yola davam etməyin zamanıdır. Dəlilər stansiyasıdır növbətin stansiya, sonra biz Qovlar stansiyası, sonra Tovuz və ondan sonra da möhtəşəm Qazax elinə çatacağıq. Bu da təxminən 13:36-da eləyəcək. Qatarların visisindəyəm hazırda. Bura visidir. Yəni çox komfortlu, çox gözəldir. 33 dəqiqədən sonra biz Qazaxa çatacağıq. Hazırda Tovuz stansiyasındayıq və artıq 5 saata yaxındır ki, yol gəlirik. Mən qətiyyən özümdə biraz yorğunluq hiss eləmirəm. Yəni biraz da olsun bir yorğunluq, gərginlik hiss eləmirəm. Yol çox rahat idi, çox rahat gedirik. Hələ Qazaxa çatmamışıq, amma ki, yəni 33 dəqiqədə mənim əhvalımdan bir şey dəyişəcəyini düşünmürəm. Ümumiyyətlə Bakı-Qazax qatarı ilə bağlı bəzi detallar var ki, mən onları bizim baş redaktorumuz Ülfan bəydən də öyrənəcəm. Dostlar, deməli Bakıdan Qazaxa gedirik, biz Qazaxa çatmaq üzrəyik. Bakı-Qazax qatarı 2009-cu ilə qədər fəaliyyət göstərib və burada bildiyimiz o ənənəvi plaskart qatarlar dediyimiz qatarlar fəaliyyət göstərib. Təxminən 8 saat yarımı, bəzən 9 saata çatırdıq. Bəzən olurdu, məsələn, necə olurdu, gecə qatarları olurdu, xüsusilə gecə minirdik və səhər-səhər yata-yata çatırdıq, amma indi daha sürətli qatar fəaliyyət göstərir. Səhər saat 8-ə çıxdıq Bakıdan yola və təxminən 5 saat yarıma biz təxminən yarım saata çatacaq, Qazaxa çatırıq və çox sürətli əvvəlki ilə müqayisədə qatarlardır. Qatarların qiyməti minimum 16 manat 20 qəpik təşkil edir. Digər alternativ nəqliyyat vasitələrinə baxsanız, taksi, avtobus, yəni bu sürətə, bu rahatlığa, bu komfortla müqayisədə həqiqətən çox ucuz qiymətdir. Və biz əsas burada yenə deyirəm, qatarda sürət məsələsi və komfort məsələsidir. Yəni müqayisə edərkən mütləq bunları nəzərə almaq lazımdır. Bu qədər. 5 saata yaxındır ki, yol gedirsiniz. Yəni yol yorğunluğu deyə bir anlayış var da. O yol yorğunluğu varmı sizdə? Yol yorğunluğu qətiyyən yoxdur, çünki bu komfort dediyim kimi burada yenə ön plana çıxır. Ayağa durursan, çay içirsən, kofe içirsən, dostlarla söhbət edirsən, ya o yol yorğunluğu anlayışı müasir qatarda, xüsusilə dəmir yollarının Stadler qatarlarında bu anlayış tamamilə yoxa çıxıb. Artıq bu anlayışda tarixə qovuşub. Bəli, çox sağ olun. Təşəkkür edirəm Ülfan bəy. Bizim isə yolumuz hələ davam edir Qazaxa doğru. Ağstafa stansiyasındayıq və sərnişinlər stansiyaya düşmək üçün hazırlaşırlar. Bu Qazaxa qədərki son stansiyadır. Qazax stansiyası sonuncudur. Vagonları terk Və nəhayət 5 saatlıq yolun sonunda Qazaxdayıq və Qazax stansiyasının ilk sürət elektrik qatarları ilə gələn sərnişinləri biz olduq və çox şanslıyam. Cəmi 5 saat yarıma biz Bakıdan Qazaxa çatdıq.
çox rahat və komfort şəkildə, təhlükəsiz şəkildə Qazaxdayıq və bu gün Qazax stansiyasında ilk dəfədir ki, sürət elektrik qatarları yol almışdı və biz də bu əlamətdar hadisənin bir parçası olduq. Qazaxda bizim üçün çox möhtəşəm bir qarşılama təşkil olunub. Çox gözəl musiqilərin fonunda gördüyünüz kimi birazdan burada çox maraqlı bir tədbir baş tutacaq. Qazaxa xoş gəldiniz həqiqətən. Qazaxa çox xoş gəldik biz. Biz paytaxtdan 500 kilometr uzaq məsafədə yaşamamıza baxmayaraq Cənab Prezidentimizin daim diqqət və qayğısıyla qanatda olmuşuq. Bakıdan saat 08:00-da yola düşdük və 13:36-da biz artıq Qazaxdaydıq. 5 saat yarıma 500 kilometr məsafəni biz dəmir yol vasitəsilə, sürət qatarları vasitəsilə qət eləməyi bacardıq. Bu çox qısa bir zaman ərzində bu qədər uzun məsafəni əlbəttə ki, yeni sürət qatarlarının sayəsində mümkün oldu. Bəli əzizləyicilər, artıq geri qayıtmaq vaxtıdır. Sərnişinlər Bakıya qayıtmaq üçün bu da bir ilkdir. Qazaxdan sürət elektrik qatarları vasitəsilə Bakıya ilk sərnişinlər artıq qayıtmağa başlayırlar. Eyni qaydada yük çantaları hər biri tərəzi ilə yoxlamadan keçirlər və çəkin təyin olunur və ondan sonra qatarlara yola salınır sərnişinlər. İlk dəfədir ki, Qazaxdan sürət qatarları, təzə qatarlar Bakıya yola düşür və siz də ilk Qazaxlı sərnişinlərdənsiniz. İnşallah yolunuz haradır? Sumqayıtdan. Sumqayıtda çox gözəl. Qazaxın nə üçün gəlmişdiniz? Sir deyirsiniz. Bir yaxşı üçün gəlməmişdim, yas mərasiminə gəlmişdim. Bəli. Amma siz çox nə xoş ki, belə bir tarixi anın şahidi oldunuz. Bəli. Qatarla gedib müntəzəm gedib gəlirsinizmi ümumiyyətlə Qazaxa? İndi Ağstafaya qədər gəlir. Yox, birinci dəfədir. Mən birinci dəfə gəlirəm qatara. Həmişə avtobusla getmişəm. Birinci dəfədir. Amma mənə xoş oldu bu gün. Oldu. İnşallah ki, qatarda mən qatar yola düşəndə də qatarla bağlı fikirlərinizi gəlib bir də soruşacağam sizdən. Oldu. Təşəkkür edirəm. Çox sağ olun. Yaxşı yolculuqlar sizə. Çox sağ olun. Bəli, artıq biz Qazax stansiyasından üzü Bakıya doğru yola düşürük. Bu an tarixi əlamətdar anlardan biridir. İlk dəfə sürət qatarları Qazaxdan Bakıya doğru geri yola düşür. Bir gündə biz iki tarixi an yaşamışıq, əlamətdar an yaşamışıq. Həm ilk dəfə olaraq Bakıdan Qazaxa yola düşmüşük sürət qatarları ilə, eyni zamanda Qazaxdan da Bakıya sürət elektrik qatarları ilə yenidən geri qayıtmışıq və bu əlamətdar günün bir hissəsinə çevrildik biz dəmir yolları sayəsində. Sürət qatarımızın Qazaxdan Bakıya düşən ilk sərnişində bu balacamız oldu. Adı Şəfiqə oldu. Şəfiqə əl elə. Salamlayıram sizi. Bugün sürət elektrik qatarı ilə Bakıdan, Qazaxdan Bakıya ilk yola düşən sərnişinlərdən biri də sizsiniz. İstəyərəm ki, Qazaxdan Bakıya yola düşməklə bağlı, yolla bağlı ilkin təəssüratlarınızı öyrənin. Deməli, biz qatardan həmişə istifadə edirdik, tələbə vaxt istifadə edirdik. Ondan sonra bu pandemiya vaxt qatarlar ləğv oldu, uzun müddət istifadə eləmirdik. İndi bizim üçün də mən Bakıda yaşayıram, amma Qazaxda da evimiz var. Tez-tez gəlib gəlirəm. Bu bizim üçün yəni çox xoşdur. Yəni qatar təhlükəsiz və sabit nəqliyyat vasitəsidir. Yəni rahatdır gediş-gəliş. Ağstafaya qədər gəlirdik həmişə. Oradan Qazaxa, amma indi Qazaxa gəlmək də xoş oldu. Evə yaxındır, rahatdır. Çox gözəldir. Yəni bugün istifadə etməyimiz bu qatardan. Əvvəllər Akstava şəhərinə getmək məcburiyyətində qalırdıq. Qazaxın kəndindən. Məsafə çox uzaq idi. Amma indi çox məsafə qısalıb, rahatçılıq var. Qatarın da konforu lazımi səviyyədədir, yüksək səviyyədədir. Yəni bütün sərnişinlərimizi təbrik edirəm. Ölkəmizə də minnətdaram ki, belə bir qatarla təmin edirik. Mən yenə gəldim. Bayaq dediniz ki, ilk dəfədir ki, mən qatardan istifadə edirəm. İlk sərnişinsiz, Qazaxdan Bakıya gedən və eyni zamanda da ilk dəfə qatardan istifadə edəcəksiniz. Qatar necədir?
Valla biz bunu çoxdan arzuluyorduk. Həqiqətən qatarla getmək özü bir gözəllikdir və çox gözəl. Mənzərəli, yaxşı, rahat. Avtobusdan qat rahat. Axşam yeməyinə belə bir badım, tərəvəz, tərəvəzli bir yeməkdir. Bu pirog, çox ehtimal pirog. Burada bir pendir, pomidor, xiyar və zeytun var. Burada isə daha sağlıqlı məhsullardır. Brokolidir, haşlanmış köktür, gül kələm, bir ədəd ağ çörək, bir ədəd qara çörək, bir ədəd yulka, çəngəl, bıçaq, qaşıq, nəm və quru salfet və belə bir mimoza salatı və mimoza salatı mənim ən sevdiyimdir və hər birinin dadına baxıb sevməyəcəm. Biz indi xahiş edirik, bizim üçün çay dəmləyirlər və biz çayın dadına da baxacağıq, mənzərəni izləyə-izləyə. Əslində burada təkcə çay deyil, kofe hazırlanır, kofe də hazırlanır, çay da hazırlanır, yəni istəyə uyğun olaraq. Bu arada ödənişlər həm nağd şəkildə, həm də terminal vasitəsindən həyata keçirilir. Yəni heç bir narahatlığınız olmasın. Ümumiyyətlə qatar çox inklüzivdir. Əlillər üçün, fiziki məhdudiyyətli şəxslər üçün visilər, eyni zamanda onlar üçün oturacaqlar və gözdən görmə məhdudiyyətli olan şəxslər üçün də bu cür Braille əlifbalı yazılar hər yerdə var demək olar ki. Qatarda bu cür bufetlər mövcuddur ki, mənzərəyə baxa-baxa yolumuza davam edək. Əlbəttə ki, ADN-in təqdim etdiyi belə dadlı çaylarla da və eyni zamanda şirkətlərlə də bu mənzərə bir başqa maraqlıdır. Səfərdən bizə bir yadigar ADN-in hədiyyəsi oldu və o hədiyyəni də sizə göstərməsəm mən deyirəm də rahat olmaram. İndividual bir hədiyyədir. Belə ki, ADN hörmətli media nümayəndələrinə 2025-ci ilin sonuna qədər istədiyimiz tarixdə Bakı, Qazax, Bakı, Bakı, Qəbələ, Bakı, Bakı, Balakənd, Bakı marşrutları üzrə biznes sinifində ödənişsiz səyahət bileti hədiyyə elədi və eyni zamanda dəftər, qələm və flaşka hədiyyəmiz. Çox gözəl idi və gün bu cür maraqlı hədiyyə ilə sonlandı. Bəli, artıq yolun sonuna çatırıq. Çox maraqlı bir səfər oldu. Mən çox xoşbəxtəm ki, həftə sonumu bu cür dəyərləndirdim və ADY dəvəti üçün Modernaz kollektiv adına da təşəkkür edirəm. Bugün saat 08:00-dan yola düşdük və 21:34-dür. Biz artıq Bakıya çatırıq. Sözün həqiqi mənasında Qazax o qədər ucqarda yerləşir ki, o qədər uzaqda yerləşir ki Bakıdan. Yəni bu cür rahat, komfort və təhlükəsiz şəkildə gedib gəldik biz Qazaxa və çox rahat oldu, çox əla oldu. Ümumiyyətlə Qazax sərnişinlərlə danışdırdım, hər birinə söhbət oldu və hər biri Bakı-Qazax reysinin açılmasına görə çox xoşbəxtdilər və ələl xüsusda ki, bu açılış sürət qatarları ilə oldu. Sürət qatarları ilə həqiqətən işıq sürətlə getdik, işıq sürətlə də gəldik. Yəni, Qazax gör harada yerləşir. 500 kilometrlik yeri 5 saat yarıma getmişik və 5 saat yarıma dönmüşük. Yəni, bundan daha gözəli nə ola bilər ki? Daha nə qədər yaxşı ola bilər ki? Belə, gələn görüşlərdə, gələn vloglarda və gələn dəmir yollarının bağlı harası olacaqsa orada görüşənə qədər. Burada isə beynimdə bir fikir dolaşırdı. Bugün bizi Qazaxa aparıb gətirən bu qatar çox yaxın zamanda mütləq Zəngəzura da aparacaq. İnşallah.